Müqəddəs Ramazan və Novruz bayramları münasibətilə Masallı rayon Ərkivan qəsəbəsində yaşayan az təminatlı ailələr üçün Ramazan ətirli Novruz bayramı adlı xeyriyyə aksiyası keçirilib. Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya qəsəbədə yerləşən Bağlaküçə mərasim evində baş tutub. Bu aksiya ki təşkil olunub, bu təşkilatçılarına biz artıq dərəcədə təşəkkürümüzü bildiririk. Həqiqətən ilin istənilən vaxtında bu işi görmək fəzilətlidir. Ancaq ilin biz elə günlərin yaşayırıq ki, Ramazan mübarək ayının əziz günlərini, bu günlərdə əl tutmaq, yəni Quranın buyurduğu hökmlərə uyğundur. Yəni bu günlərdə bu işləri görmək daha Allah'ı razı salmaqdan ötürü bir astanadır. Təşəkkür edirik ki, bu aksiya cəmiyyəti ki, bu işi görüblər. Onların Allah kəsiblərinə bərəkət versin. Bayram əhval-ruhiyyəsində keçən tədbirdə qəsəbə ziyalıları, şəhid ailələri, xeyriyyəçilər və qəsəbə fəalları iştirak ediblər. Çıxış edənlər təşkilatçılara və maddi dəstək göstərən xeyirxah insanlara minnətdarlıqlarını bildiriblər. Təşəkkür edirəm Ərkivan Xeyriyyə Cəmiyyətinə, həmişə şəhid ailələrinin, qazilərin yanında oldu. Allah can sağlığı versin. Belə aksiyalar həmişə davam edir Ərkivanda. Biz də bu təşəbbüsü alqışlayırıq. Davamlı olsun inşallah. Qəsəbə xeyriyyəçilərinin maddi dəstəyi ilə baş tutan humanitar aksiya zamanı hər birinin dəyəri 55 manat olan 161 ədəd sovqat bağlaması könüllülər tərəfindən az təminatlı ailələrə çatdırılıb. Bu aksiyanın məqsədi az təminatlı ailələrə, şəhid ailələrə, qazilərinə kömək məqsədi ilə keçirilir. Bu aksiyada iştirak edən hər bir xeyriyyəçi olan vətəndaşlara öz minnətdarlığımızı bildiririk. Keçirilən bu aksiya adətən bu ənənə şəklini almışdı Ərkivan qəsəbəsində. Ərkivanda olan iş adamları harda yaşamasından asılı olmayaraq bura köməklik edir. Belə aksiyalarımız gələcəkdə də davam etdiriləcək. Biz çalışacağıq ki, bu imkansız ailələr Novruz bayramı və Ramazan bayramında heç bir əziyyət çəkməsinlər. Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkil etdiyi xeyriyyə aksiyaları reklam məqsədli olmadığından və etik səbəblərdən bayram sovqatı aparılan ailələrin kimliyi məxfi saxlanılır. Bayramınız mübarək olsun.